Bildiyiniz kimi Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə 4-cü sinifdə oxuyan şagirdlərin qəbulu davam edir. Qəbul prosesi martın 16-sına qədər davam edəcək və bunun üçün siz Dövlət İmtahan Mərkəzinin saytında uşağınıza şəxsi kabinet yaradırsınız. Eləcə də 40 manat rüsum ödəməklə qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçməklə bağlı çətininiz olsa, bizim 051 346 1438 WhatsApp nömrəmizə müraciət edə bilərsiniz. Bir statistik məqamı diqqətinizə çatdırım. Keçən il Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə 4-cü sinifdə oxuyan şagirdlərin, sənəd verən şagirdlərin sayı 1076 nəfər idi və bu 1076 nəfərdən 38 nəfər imtahanda iştirak etməmişdi. Hələ ki martın 16-sına var və hazırki statistikaya görə 1145 nəfər qeydiyyatdan keçib. Martın 16-sına qədər yəqin ki bu sayı daha çox olacaq. Yəni belə çıxır ki, keçən illə müqayisədə bu il şagirdlərin, yəni sənəd verən şagirdlərin sayında artım var. Bu hardasa 100 nəfərdən yuxarı artım olacaq. Təxmini rəqəmlər bunu deməyə əsas verir. Amma bu il bir məsələ də var ki, uşaqlar sistemli şəkildə hazırlaşan uşaqların sayı da çoxdur və ildən ilə məlum məsələ təkmilləşmə prosesi gedir və bütün bunlar istər-istəməz ora marağı artırır və hazırlaşan şagirdlərin sayında da artım təşkil olunur. Keçid balına gəldikdə isə əgər misal üçün olaraq 100 və yaxud da 150 nəfər lazımdırsa, ən çox bal yığan 60-dan başlayaraq bal yığan şagirdlər götürülür və onlar komissiyaya, yoxlanış komissiyasına cəlb olunur. Yəni eldə desək, hərbi həkim komissiyasına cəlb olunur. Sağlamlığı qaydasındasa onlara məqbul cavab verilir və xüsusi məktəbin şagirdi olurlar. Artımlar var. Deməli, bu deməkdir ki, uşaqlar daha ciddi hazırlaşmalıdır, daha sistemli hazırlaşmalıdır. Çünki artımlar istər-istəməz həm də nəzərə alsaq ki, bu il daha sistemli hazırlaşan şagirdlərin sayı daha çoxdur və bu istər-istəməz sualların çətin olması da buna da gətirib çıxara bilər. Eləcə də balların daha yuxarı olmasına gətirib çıxara bilər. Təbii ki, bunlar ilkin ehtimallardır. Ümumilikdə, yəni bu imtahana hazırlaşan şagirdlər sistemli şəkildə hazırlaşmalıdır. Bizdə hazırlıqlar təşkil olunur. Düzdür, vaxtı az qalıb. Vaxtı az qalsa belə, yəni yenə də müəyyən qədər, yəni az müddət olsa da hazırlıq təşkil etmək olur. Həmçinin sınaq imtahanları da təşkil edirik. Martın 14-ü və 28-i növbəti sınaq imtahanları olacaq. Sınaq imtahanlarına da 051 346 1438 mobil nömrəmizə yazmaqla sınaq imtahanlarına qatıla bilərsiniz. Hər bir şagirdə uğur arzulayıram.